Böyük tabi'nin imamlarından Muhammed ibn Sirin'den nəql edirlər. Muhammed ibn Sirin tabi'nin imamlarından o. O məşhur qaida kimi sözü var. Həqiqətən bu elm sizin dininizdir. Baxın dininizi kimdən götürürsünüz. Bu İbn Sirin'in sözüdür. Tabi'nin imamlarının. Və alimlər bunu nə kimi götürürlər? Qaida kimi. İbn Sirin rahmetullah deyir ki, mən bir insana pis bir söz dedim. Allah bunun qarşılığında 4 ay məndən gecə namazını aldı. Deyir, xatırlayıram, bir vaxt bir nəfərə dedim ki, ey müflis, buna görə mən 4 ay gecə namazda qılmaqdan məhrum olundum. Əbu Süleyman Əbdaran rahmetullah deyir ki, onların günahları o qədər az idi ki, cəzanın hardan gələcəyini bilirdilər. Biz isə günahlarımız o qədər çoxdur ki, Allah'ın istəyir. Biz cəzanın hardan gələcəyini bilmirik. Bilmirik hansı günah görə bizi cəzalandıracaq. Onlarda o qədər az idi. Görsən bilirdi. Deyirdi fancısı müflis demişəm. Ya sen diye bilirsin ki bu hardan bilir? Çünkü az idi günahları. Ona göre de bilirdi. Sen kimse kafir değilsen kafir olmayan Müslümana. Aydındır. Bidətçi olmayan bidətçi değilsen. Vesaire vesaire. Onlar ise daha beterdi müflis sözünden belki de. Aydındır. İflasa uğramış. Onun için Müslüman ne fikir vermelidir? Diline, emeline sahip çıkmalıdır ki. Neylesin? Şehir mi ölçünler? Allah subhanahu onu xeyir müvəffəq eləsin.